Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizinlə reflekslər haqqında danışacağıq. Refleks termini elmə René Descartes tərəfindən gətirilmişdir. Descartes beyin və bədən arasında əlaqəni öyrənən alimlərdəndir. Refleks sözü refleksus sözündəndir. Mənası əks edirəm, qaytarırım deməkdir. Refleks orqanizmin xarici və daxili qıcıqlara qarşı cəlb reaksiyasıdır. Dərslikdə reflekslər sadə və mürəkkəb olmaqla iki qrupa ayrılır və bunların fərqi verilir. Sadə refleksdə sadəcə hərəki və hissi neyronlar iştirak edir. Mürəkkəb refleksdə isə bir və ya bir neçə ara neyronda iştirak edə bilər. Gəlin indi bunları biz şəkillər üzərindən nəzərdən keçirək. Şəkildə gördüyümüz sadə refleks qövsüdür. Sadə refleks qövsündə hansı hissələr var? Gəlin bunları şifahi deyək, sonra da yazılı şəkildə nəzərdən keçirik. Bax, sadə refleks qövsü rezin çəkici vasitəsilə diz altı vətəninə vurmaqla yaranır. Diz altı vətənində yaranma, yəni həmin sahədə akseptorlarda, reseptorlarda daha doğrusu yaranan oyanma hissi sinirlərlə ötürülür mərkəzə. Mərkəzdən isə məlumat hərəki sinirlər vasitəsilə işçi orqana gətirilir. Demək görək, refleks qövsü hansı hissələrdən ibarətdir? Yazılı şəkildə ona bir dənə nəzər yetirək. Demək dedik ki, vətərə rezin çəkicidən vurduqda reseptorlarda oyanma baş verdi. Refleks qövsünün yazısı birinci reseptor sahədir. Reseptor sahə. Yəni reseptor sahədə oyanma baş verir. Qıcıqların qəbulu baş verir. Məsələn, reseptor sahə indi burada sadə diz refleksində, məsələn, dizdə olan reseptorlarda, məsələn, qulaqda tutaq ki, eşitmə reseptorları var, korti orqanında. Onlar eşitmə reseptorlardır. Gözdə torlu qişada çöpçüklər var, kolbacıqlar, onlar görməli reseptorlardır. Yəni, hər hansı bir duyğu üzvündə demək, qıcığı qəbul edən sahədir reseptor sahə. Bundan sonra isə məlumat ötürülür. İkinci, hissi yola. Hissi yolla mərkəzə çatdırılır. Hissi yol özü 3 hissədən ibarətdir. Görək hansı hissələrdir? Hissi neyronun dendriti, hissi neyronun akson, üzr istəyirəm. Demək, hissi yolla ötürülür. Demək, hissi yolla dendrit, cisim və akson. 3 hissədən ibarətdir. Sonra isə məlumat mərkəzə ötürülür. Yəni, aksonlarla məlumat mərkəzə çatdırılır. Mərkəzdə, 3-cü hissədə nə var? Hissi neyron aksonu var. Refleks sadə refleksdir. Təbii ki, burada ara neyron iştirak etməyəcək. Ara neyron iştirak etmədiyinə görə ara neyronun dendritin, cismi və aksonunu qeyd etməyəcəm. Məlumat hissi neyronun aksonundan hərəki neyronun dendritinə ötürülür. Hərəkinin dendriti, cismi və aksonu. Bundan sonra məlumat ötürülür refleks qövsünün 4-cü hissəsinə. Refleks qövsünün 4-cü hissəsi də hərəki neyronun aksonundan ibarətdir. Hərəki neyronun aksonu vasitəsilə məlumat işçi orqana gətirilir. İşçi orqanda, məsələn, hər hansı bir əzələ və ya vəzi ola bilər. Yəni, hərəki neyronun aksonu ilə gətirilən məlumat əsasında, mərkəzdən gələn məlumat əsasında işçi orqan hər hansı bir işi görə bilir. Məsələn, vəzitsə, tutaq ki, ferment hazırlayacaq, əzələtsə yığılacaq və s. İş icra olunacaq həmin orqanlardan. Burada dedik ki, sadə refleksdə ara neyron iştirak etmir. Çünki məlumat, yəni proses daha doğrusu çox tez icra olunur. Əgər ara neyron prosesdə iştirak etsə, proses bir qədər ləngimiş olacaq. Burada icraçı prosesə qərar verən onurğa beyni özüdür. Yəni, onurğa beyni bu prosesə qərar verir. Məlumat hərəki neyronun aksonundan alınır, oradan da ötürülür impuls, daha doğrusu hissi neyronun aksonundan alınır, oradan da ötürülür hərəki neyrona və işçi orqana çatdırılır. Prosesdən baş beyin xəbərdar olurmu? Olur. Amma diz açıldıqdan sonra, yəni bazunun 4 başlı əzələsi yığılır, diz açılır və bundan sonra beyin xəbərdar olur. Baş beyin xəbərdar olur ki, diz açıldı.
Proses çox sürətli icra olunur. Beyin gec xəbərdar olur bundan. Nəyə görə tez sürətli şəkildə icra olunur? Çünki ara neyron iştirak etmədi. Əgər ara neyron iştirak etsəydi, vaxt itkisi olacaqdı. Bir qədər proses uzanacaqdı. İndi gəlin digər bir refleksi nəzərdən keçirək. Digər refleks burada şəkildə gördüyümüz mürəkkəb refleksdir. Gəlin baxaq, mürəkkəb refleksin hansı hissələri var. Demək, reseptor sahədən impuls alınır, hissi yolla gətirilir mərkəzə. Mərkəzdə şəkildən görürük ki, burada yaşıl rənglə işarələnmiş ara neyron var. İndi burada bir ara neyron göstərilib, amma mürəkkəb refleksdə bir və ya bir neçə ara neyron iştirak edə bilər. Bundan sonra məlumat hərəki liflər vasitəsilə gətirilir işçi orqana. İndi bunun refleks göstərisini yazsaq, belə yazarıq. Birinci yenə də eynidir. Reseptor sahədir. Dəyişməyəcək. Reseptor sahə. İkinci də dəyişməyəcək. Hissi yoldur. Yəni hissi neyronun deməli dendritindən, cismindən və aksonundan ibarətdir və üçüncü hissə mərkəzə baxaq. Görək mərkəzdə nə var? Mərkəzdə fərqlər olacaq. Hansı fərqlər olacaq? Yazaq görək. Mərkəz olacaq hissi neyronun aksonundan və həmçinin prosesdə ara neyron iştirak edir. Ara neyronun dendritindən, cismindən, aksonundan, sonra hərəkinin dendritindən, cismindən və aksonundan ibarət olacaq. Yəni bu hissələr olacaq mərkəzdə. Gördüyümüz kimi sadə refleks göstərinin və mürəkkəb refleks göstərinin mərkəzini təşkil edən bu neyronların öz saylarını və yaxud da ki, onların akson, dendrit saylarında fərq var. Yəni testdə bununla bağlı suallarla qarşılaşa bilərik, diqqətli olmalıyıq. Sonra 4-cü və 5-ci hissələr də eynidir. 4-cü hissə yenə də hərəki neyronun aksonundan təşkil olunmuş hərəki yoldur və 5-ci hissədə işçi orqandır. İşçi orqan. Yəni burada da bir fərq yoxdur. İşçi orqan. Aha, bunları yazdıq. İndi keçək yenidən şəkil üzərində baxaq buna. Deyirik ki, mürəkkəb refleksdə bir və ya bir neçə ara neyron iştirak edir. Nəyə görə? Çünki orada ara neyron bir neçəsi iştirak edir ki, çünki impulslar eyni zamanda bir neçə istiqamətdə ötürülə bilər. Yəni proses bir qədər mürəkkəb bir prosesdir. Eyni zamanda məsələn ara neyron bir məlumatı ötürür, bir hərəki neyronun aksonuna ki, o aparır bir əzələni yığılmasını təmin edən məlumatı. Başqa bir əzələnin isə məsələn boşalmasını təmin edən məlumatı başqa bir akson apara bilir. Yəni eyni zamanda bir məlumat bir neçə istiqamətdə ötürülə bilir. Və bunlar da hamısı bir qədər icra olunma müddətini artırır. Yəni mürəkkəb refleks sadə reflekslə nisbətlə bir qədər uzun müddət baş verir. Amma düzdür, bunlar təkrarlandıqca artıq müddət qısalır, daha tez icra olunur. Amma ümumilikdə götürəndə mürəkkəb refleks ara neyronlar iştirak etdiyinə görə proses bir qədər uzun çəkir burada. Burada ara neyronlar seçim yolları arasında ən uyğun olanını seçir. Tutaq ki, şəxs avtomobil sürür, avtomobil sürdüyü vaxtında qarşısına bir maneə çıxır və həmin vaxtı mürəkkəb refleks yaranır onda və bu zaman ara neyron qərar verməyə çalışır, seçim edir, bir analiz aparır, hansı qərarı versin, məsələn, əyləcimi bassın, yoxsa rolumu çevirsin. Bax, bu işlər, bu proseslər bir qədər ləngidir deməli, icranı. Buna görə də deyirik ki, mürəkkəb reflekslər bir qədər vaxt alanda sadə refleksə baxanda, yəni qismən uzun müddətdə baş verir. Və yenə də burada da diqqətli olsaq görərik ki, bir neçə mərkəz prosesdə iştirak etməlidir. Yəni sadə refleksdə qərar verən onurğa beyni idi. Baş beyin sonradan xəbərdar olurdu. Yəni biz dedik ki, açıldıqdan sonra onurğa beyni xəbərdar oldu. Amma burada onurğa beyni, baş beynin özünün müxtəlif şöbələri prosesin icra olunmasında iştirak edirlər. Yəni reflekslər haqqında bu qədər. Çalışdım ki, mümkün qədər yararlı bir məlumatlar çatdırım sizə. İnşallah ki, faydalanarsınız. Çox sağ olun, hər birinizə təşəkkür edirəm.